Filler words mövzusuna davam edək. Əgər dinləməmisinizsə, bundan öncəki dərsi dinləyib daha sonra bu dərsə baxa bilərsiniz. Xatırladım ki, filler words, yəni doldurucu sözlər, belə deyək, hərfi tərcümə etsək, cümləni daha canlı edir, daha native, daha əsl ingilislər kimi səslənməsinə kömək edir. Ən çox istifadə olunan filler sözlərdən biri də well-dir. Well. Bu sözü yəqin ki, siz çox eşitmisiniz. Ən çox nə zaman istifadə olunur? Kiməsə cavab verməyə başlayırıq artıq ona cavab verməyə və əslində qarşı tərəflə biz razılaşmırıq. Sadəcə olaraq bu narazılığımızı, yəni razılaşmamağımızı yumşatmaq istəyirik. Söhbəti yumşatmaq üçün well filler sözündən istifadə edilir ingilis dilində. Məsələn, well, I don't really agree with that. Yenə cümlələrində, danışıqlarında çox istifadə edilən bir filler sözdə görürük. You see. You see nə zaman istifadə olunur? Nəyisə biz izah etmək istəyiriksə və ya nəyisə onlar izah etmək istəyirlərsə, onda you see-dən istifadə edirlər. Baxaq görək cümlədə necə ola bilər. You see, the problem started when he arrived late. Məsləhət görərdim ki, bu filler sözlərin dəqiq tərcüməsini, Azərbaycan dilinə dəqiq tərcüməsini axtarmayasınız. Çünki tam tərcümə olunmayacaq. Sadəcə olaraq bunlar doldurucu sözlərdirlər. Sanki ədat kimi Azərbaycan dilində. Məsələn, biz o ədatları cümləmizdən çıxartdıqda da böyük bir məna itirməyəcək cümlə. Amma sadəcə olaraq bəzək rolunu oynayacaq. Bir aydınlıq, bir yumşaltma gətirəcək bəzən bir izah etməyə daha da kömək eləyəcək. Bax belə. Yəni xüsusi bir onu tərcümə yolu, tərcümə sözü yoxdur hər birinə aid. You see də onun kimi. Növbəti filler söz kind of şəklində yazılır, amma daha çox kinda şəklində tələffüz olunur. Məsələn, he kinda looked upset, didn't he? Azərbaycan dilinə tərcümə etmək istəsək, biraz deyəsən, elə bil ki, sözünə uyğun gəlir. Yəni, o deyəsən qəmgin görünürdü, elə deyilmi? Bu filler söz də söhbəti yumşaltmaq üçün daha çox istifadə olunur. Ümumiyyətlə, filler sözlər daha çox söhbəti yumşaltmaq, onu daha nəzakətli etmək məqsədi daşıyır. Cümləni daha da sadələşdirmək və ümumi nəticəyə gəldiyimizi göstərmək üçün basically filler sözündən istifadə edə bilərik. Yəni, əsasən mənasını daşıyır. Və ya ümumiyyətlə də deyə bilərik. Basically, he just wants us to work harder. Yəni, ən əsası, əsasən o istəyir ki, biz çox işləyək. Daha çox. Actually sözü də ən çox istifadə olunan filler sözlərdən biridir. Biz də istifadə edək ki, daha çox native English kimi səslənək. Nə zaman istifadə olunur, nə isə düzəltmək istəyirik, hansısa fikri aydınlaşdırmaq istəyirik. Bax, onda actually-dan istifadə edə bilərik. Actually, I've done that before. Yəni, əslində mən bunu əvvəl eləmişəm. Növbəti filler söz literally. Nə zaman istifadə olunur? Xüsusilə hər hansı bir mövzunu və ya hər hansı bir sözümüzü, cümləmizi vurğulamaq istəyirik, biraz şişirtmək istəyirik. Onda bu filler sözdən istifadə edə bilərik. Məsələn, I was literally dying of laughter. Yəni, az qala gülməkdən ölmüşdüm mənasında. Görürsünüz, burada xüsusi vurğuluyuruq və şişirdirik daha çox mövzunu. Növbəti filler söz anyway. Nə zaman istifadə olunur? Biz mövzunu dəyişmək istəyəndə və yaxud da ki, əvvəlki mövzuya qayıtmaq istəyəndə. Anyway, hər halda, nə isə, bax, bu mənalara gələ bilir. Baxır o cümləyə yerinə. Məsələn, anyway, what were we talking about? Burada məsələn bu tərcüməyə gedir nə isə. Nədən danışırdıq? Bəlkə də cümlələrlə tanış olduqca görürsünüz ki, fikirləşirsiniz ki, əslində biz də bu sözlərdən istifadə edirik danışıq dilimizdə. Sadəcə olaraq ona xüsusi bir tutaq ki, ad vermirik filler sözlər kimi. Amma qrammatikada modal sözlər, ədatlar filler sözlərin yerinə işlənə bilir. Yəni, məhz Azərbaycan dilini nəzərdə tuturam. Məsələn, onlardan biri right sözü ola bilər.
Nə zaman bu istifadə olunur? Qarşı tərəfin bizlə razılaşıb razılaşmadığını öyrənmək üçün və ya qarşı tərəfin verəcəyi cavabı daha da cəsarətləndirmək üçün ki, bizə cəsarətlə cavab versin. Məsələn, that was unexpected, right? Yəni bu gözlənilməz idi. Düz demirəm? Biz də istifadə edirik bu ifadədən. Və ya düzdür? Və ya qeyd edəcəyim sonuncu filler söz I guess. I guess nə zaman istifadə olunur? Fikrimizi yenə yumşaltmaq üçün. Bəzən isə nəyəsə əmin deyilik, bax onda istifadə edə bilərik. Məsələn, I guess it's okay if you're careful. Yəni belə düşünürəm, belə təxmin edirəm ki, yəni normaldır hər şey, amma əgər diqqətli olsan. Çünki əmin deyilik biz. Qarşı tərəfin diqqətli olub olmayacağını əmin deyilik. Ümid edirəm ki, filler sözlər haqqında kifayət qədər məlumat aldınız.